dərslər hər hansısa bir enerji və şuur məşqi üçün ayrılan vaxtdır. Nəyə görə onlayn olur ki, sizin üçün rahat bir şəraitdə olasınız, sizin komfort zonanızda olsun. Tam dərk edə biləsiniz, mənim iştirakım olub, olmadan da bunu edə biləsiniz və daha sonra təkrarlayasınız. Maraqlısı odur ki, soruşuram daha sonra. Eləmisən? Ay yadımdan çıxır, ay bilmədim, ay nə bilim nə. Normaldır. Amma başa düşmək lazımdır ki, hər hansı bir dəyişimi yaşamaq üçün gəlib psixoloq yanında danışmaq kifayət eləmir. Danışmaq sadəcə olaraq sən problemin olduğunu görməkdir. Bu problem amma həll olunmalıdır. Həll olunması üçün hər hansısa bir vərdişivin səni o nəticəyə və yaxud da ki, yaşadıqlarının hər hansısa ora gətirib çıxardıbsa, başqa yerə gedib çatmaq istəyirsənsə, istiqamət dəyişilməlidir, düşüncə dəyişilməlidir və davranış dəyişilməlidir. Davranış dəyişməyəcəksə, reallığımız dəyişməyəcək. Davranışımızın dəyişməsi üçün, hiss elədiyimizin dəyişməsi üçün də bizim beynimizdəki düşüncələr dəyişməlidir. Deyə bilərik ki, birinci özümü yaxşı hiss eləyim ki, sonra götürüm nəyisə dəyişdirim, daha fərqli eləyim. Xeyr, bizim düşüncəmizdən çox şey asılıdır. Biz bəlli bir istiqamətdə düşünməyə başladıqda bu bizim emosional sahəmizə təsir edir. Emosional sahəmiz isə artıq bizim fiziki reallıqda edəcəyimiz davranışlara və ətrafda cəlb edəcəyimizə və verdiyimiz enerjiyə çox təsir edir. Enerji və şuur məşqlərimiz isə sırf bunu məşq elətdirməkdir. Yəni, yeni mənə adaptasiya elətdirməkdir. Hər mövzuda həyatın bütün içində olan o detallarla bərabər, içində olan bütün o tərəflərlə bərabər dəyişimi yaşamaqdır. Təbii ki, bunu bir dəfə eləsəniz belə bəlli bir dəyişim yaşaya bilirsiniz. Amma köklü şəkildə tam olaraq deyirsən ki, mən özümü, şuurumu, enerjimi istədiyim səmtdə yönəltmək istəyirəm. Mən özümün enerjimi lazım olan, istədiyim keyfiyyətdə hiss etmək istəyirəm. Bu artıq üzərində işləməklə bağlıdır. Öz-özünə həyat sənə verə biləcəyi sadəcə özünün işinə yaradığıdır. Sənin işinə yarayanları yaşamaq üçün isə sən də bunun üçün hər hansı bir davranış içində olmalısan. Bəzən insan düşünə bilər ki, hə, istəyirəm, o niyə alınmır, sən istədiyin üçün nələr elədin. Bəzən də olur ki, deyirlər, istədiyim üçün hərəkət edirəm, amma kənardan diqqətlə baxanda görünür ki, əslində ortada bir davranış yoxdur və yaxud da ki, həmən o davranış davamlı olaraq deyil və yaxud da ki, davamlı olsa belə daxildə hiss olunan ona əsasən uyğunlaşmış vəziyyətdə deyil. Ona görə də üzərinizdə doğru şəkildə işləyin, bərabər də işləyə bilərik.